Rusiya ordusunun reaktiv mühərrikli şahid tipli pilotsuz uçuş aparatlarından daha intensiv istifadə etməsi Ukraynanı yeni nəsil dronların hazırlamasını sürətləndirməyə vadar edib. Böyük Britaniyada keçirilən aviasiya sərgisində yeni P1 Sun Jetkiller adlı yüksək sürətli dron təqdim edilib. Məlumata görə yeni model əvvəlki versiya ilə müqayisədə daha yüksək sürətə malikdir və saatda 370 km qədər uça bilir. Bildirilir ki, bu dron artıq döyüş şəraitində sınaqdan keçirilib və reaktiv mühərrikli şahidlərin bir neçəsini məhv edib. Kütləvi istehsalı isə avqustda başlanması planlaşdırılır. Hazırda Rusiyanın istifadə etdiyi şahidlərin təxminən 15-20% artıq reaktiv mühərriklə təchiz olunub. Bu isə onların sürətini artırır və reaksiya üçün vaxtı əhəmiyyətli dərəcədə azaldır. Yeni dronun sürəti 400 km/saatdan çoxdur və onu 500 km/saata çatdırmağı hədəfləyirik. Ən vacib məsələ isə yüksək sürəti qoruyaraq istehsal xərclərini aşağı səviyyədə saxlamaqdır. Ukrayna paralel olaraq reaktiv şahidlərə qarşı radioelektron mübarizə imkanlarını da gücləndirir. Ukrayna prezidentinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey Beskresnov bildirib ki, əsas məqsəd MER şəbəkəsi vasitəsilə idarə olunan pilotsuz uçuş aparatlarının rabitə kanallarını sıradan çıxarmaqdır. Onun sözlərinə görə hazırda poliqon şəraitində yeni radioelektron mübarizə vasitələrinin sınaqları keçirilir və bu texnologiyaların döyüş şəraitində tətbiq üzərində iş aparılır. Reaktiv şahidlər hava hücumundan müdafiə sistemlərimiz üçün ciddi çağırışdır. Onlar xüsusilə MER şəbəkəsi üzərindən onlayn idarə olunduqda daha təhlükəli olur. Hazırda poliqonda bu idarə etmə kanallarını radioelektron mübarizə vasitələri ilə bastırmaq imkanlarını sınaqdan keçiririk. Ukrayna yeni texnologiyalarla həm sürətli pilotsuz uçuş aparatlarının qarşısını almağa, həm də onların idarə etmə sistemlərini zəiflətməyə çalışır. Ekspertlərin fikrincə əsas məqsəd bahalı hava hücumundan müdafiə vasitələrindən asılılığı azaltmaq və kütləvi dron hücumlarına qarşı daha çevik həllər yaratmaqdır. Reaktiv mühərrikli şahidlərin yayılması isə bu sahədə yeni texnoloji yarışın başladığını göstərir. Mübarizənin nəticəsi böyük ölçüdə daha sürətli və daha ucuz sistemlərin hazırlanmasından asılı olacaq.